Bugün paytaxt Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Gün ərzində əsasən yağmursuz hava şəraiti gözlənilir. Axşam və gecə saatlarında isə bəzi ərazilərdə zəif çiskin müşahidə edilə bilər. Şimal-qərb küləyi günün gedişində istiqamətini dəyişərək şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-11, gündüz isə 12-15 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 771 millimetr civə sütunu, nisbi rütubət gecə saatlarında 80-85, gündüz isə 65-75% səviyyəsində olacaq. Rayonlarda hava şəraiti daha dəyişkən keçəcək. Bəzi bölgələrdə fasilələrlə yağış yağacağı, ayrı-ayrı ərazilərdə yağıntının qısa müddətli intensivləşəcəyi bildirilir. Dağlıq rayonlarda isə qar yağma ehtimalı var. Səhər və axşam saatlarında bəzi yerlərdə duman müşahidə oluna bilər. Mülayim qərb küləyi üstünlük təşkil edəcək. Rayonlarda havanın temperaturu gecə 3-8, gündüz 12-17 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.